Servis mənim usta. Usta evdə deməli tantuni necə hazırlanır, onu çəkib sizə göstərəcəm inşallah. Tərkib olaraq da vururuq ona cəfəri, petruşka, şüyüd, pomidor, limon, soğan, duru yağ, su, qırmızı pul biber, istiot, duz. İlk öncə deməli əti xırda-xırda doğrayırıq. Nazik, uzun. Və bunu ki bu tavada qaynadacağıq ya, hardasa bir saata qədər, 45 dəqiqə, 1 saat qaynayacaq, su tökməyəcək. Birincidən qazanı tökdük bura, qazın üstünə qoyduqca əti tərpətdikcə özü su salacaq. Su saldı da bir saat pişir, sonra götürəcəyik. Deməli əti mütləq yumalıyıq. Bunu deməli bu cürünə qoyduq, qapağını qoyuruq. Bir 2 dəqiqədən bir bunu qarışdırırıq ki, çünki buna su, yağ, heç bir şey vurmamışıq da, özü su salacaq. Önce suyunu bırakır. Mən tantuni qabı bu cürünə olur, burada hazırlanır. Bu da indi hər evdə tapmaq olmur. Yaxşısı məsələn bir alüminium qab bunun içində hazırlanır. Tam pişib, o su demək olar ki çəkilib. Biraz zeytun yağı əlavə edirik, azca da su. Yüngüllüyünə görə qara istiyor. Kırmızı pul biber. Biraz da tuz. Və bunu çoxlu qurdalayırıq. Şimdi bunun öz suyunda ıslanır, hem biraz yumuşalır, hem de bütün dadı hopur bura. Biraz da göy əlavə edirik buraya, göylə soğan. Biraz da pomidor. Bunu bir tərəfini belə bağlayırıq. Üzerine pişiririk bunu. Bunun da lap yaxşı olar ki, limonla. O beləncə limonu yeriniz, sıxırsan bura. Limonla gedir əla. Gülüşgə. Buyur bedəni getir. Bu yaxşı olar ki, kolla ilə əla gedir bu.